həm çətinlik çəkə bilər. Çünki məsələn, hər hansı bir xəstə deməyək də, nətər deyək elə uşaqlara, intensiv təhsilə cəlb olunan uşaqlarda yəqin ki, o uşaqlar məsələn, dərsə qoşula bilirlər. Həm müəllimlə eyni anda sualına cavab ala bilir, həm də şagirdlərlə yəni sual-cavabda iştirak edə bilir, onlarla yəni dərsdə iştirak edə bilir. Amma bu müəllim üçün biraz problem yarada bilir ki, çünki müəllim hər ikisinə yəni eyni yanaşmaq üçün müəllim üçün biraz çətin olur. Bəli, burada müəllim körpü rolunu oynamalıdır. Həm onlayn qoşularla məşğul olmalıdır, həm də canlı, yəni sinifdə oturmaq. Bəli, fiziki olaraq şagirdlər əgərlər sinifdədirsə, onlar arasında bir körpü yaratmalıdır ki, onlar da suallarını verə bilsin, bunlar da versin. Yəni, bir-bir aralarında fikir mübadilə apara bilsin. Buna görə də deyir, burada əsasən üstün cəhətləri həm bunun çevikliyidir, çünki heç kəs dərsdən qalmır, hər kəs dərsdə iştirak edir. İnklüzivlik burada gözlənilir. Bir də nə baş verir dedi? İnteraktiv öyrənmə baş verir də, hər kəs dərsdə əlaqə yaranır. Qarışıq təhsil dediyi nədir bəs? Qarışıq təhsildə qarışıq təhsil budur ki, açıq onlayn kurslar. Məsəl üçün, müəllim hər hansı bir laborator işlərinə cəlb edir, şagirdlər deyir ki, filan saatda, filan yerdə olun. Gəlir orada həmin mövzu tədris olunur. Buna yaxında məsələn... O, axıra yaxını tam belə yeni baxdım dərsə, 1-2-3 dəqiqədə tam olaraq baxa bilmədim, ona görə narahat olmayın. Daha sonra siz mənə deyin görün, bu hansı təlim deməli metoduna aiddir ki, təlim modelinə aiddir ki, deyirik ki, mövzu şagirdlərin marağını kəsb etməlidir. Həyatla inteqrasiya var burada, fənlər arası inteqrasiya var. Sonda hər hansısa bir işin yekun təqdimatı olunmalıdır və bəli, bu layihə əsaslı öyrənməyə əsaslanmış olur. Hansındaydı bəs təkliflərlə fikirlərin irəli sürülməsi? Problem əsaslı. Problem əsaslıdaydı. Bu hansı təlim modelidir ki, bu təlim modelinə əsasən bunun tərəfdarları deyir ki, bütün şagirdlər öyrədilə biləndir. Yetər ki, sən müəllim öyrətməyə çalış. Müəllimə araşdırma və sorğu əsaslı. Kifayət qədər resurslar təqdim et. Daha sonra deyir, bu tədris yanaşmasına əsasən əgərlərim şagird məsələn aşağı tədris göstəriciləri varsa, bu tədris yanaşması ilə yanaşılsa daha yüksək nəticələr əldə edə bilər. Birbaşa təlim. Daha sonra bu hansı təlim modeli idi ki, bu təlim modelində deyirdi ki, ilkin olaraq şagirdlərdən sual qoyulur. Sual qoyulduqdan sonra isə onlar ilkin fərziyələrini irəli sürürlər. İlkin fərziyələr bir neçə mərhələ sonra yoxlanılır. Məsəl üçün, nəticəyə gəldikləri zaman yoxlayırlar ki, bizim irəli sürmüş olduğumuz fərziyələr düzgündür, yoxsa yox? 5Y modeli müəllimə. Bayaq nə dedik? Sorğu, araşdırma. Bax, bunu yadda saxlayın. İlkin fərziyələr yalnız sorğu əsasında yoxlanılmış olur. Daha sonra siz mənə deyin görün, bəs bu hansıydı ki, deyirdik ki, şagirdlər fikirlərini ümumiləşdirərək bildirir. Daha sonra isə bunu müəllim elmi cəhətdən onların fikirlərini əsaslandırmış olur. 5Y modeli. Bu 5Y modelinə əsaslanmış olur. Bu hansı təlim modelidir ki, deyirəm, burada oyun elementlərindən təşkil olunub? Oyun elementləri oyun əsaslı. Oyunlaşdırma. Oyun əsaslı ilə oyunlaşdırmanın ortaq cəhəti nədir? Hər ikisi də şagirdi yəni məqsəd şagirdi öyrətməkdir. O oyunlar qurularaq, yəni şagird öyrədilir. Bəli, əla. Oyun əsaslı öyrənmənin əsas məqsədi budur ki, şagirdlər öyrətməkdir, lakin oyun əsasında. Daha sonra, belə çox sağ olun, Cünay müəllimə. Təzə dərs nə olacaq? Yəni, çətin bir dərsdir. Yox, çətin dərs deyil. Əslində, mən sertifikasiya müəllimlərinə də mövzu verəcəm bu dərs. Çünki çox asan mövzudur. MİQ müəllimləri yalnız təlimin formalarını öyrənəcəklər. 4 dənə təlim forması var. Onlar asandır deyə. Bir dənə də sertifikasiya müəllimlərinə əlavə təhsil qanunundan bir dənə də onlara mövzu verəcəm. Yox, yəni dərs burada izah olunacaq, yoxsa qrup atılacaq? Atacam, yəni izahını da sonda verəcəm. O dərs
yazsaz olarmı? Mən çox xahiş eləsəm. Hə, olar, olar. Oldu, sağ olun. Sağ ol müəllim. Daha sonra keçək digər müəllimimizə. Humay müəllimə buyur. Axşamınız xeyirli. Canınız xeyir olsun Humay müəllim. Deməli, siz mənə deyin görüm, deməli, ümumiyyətlə tədrisdə dediyi neçə yanaşma var? Bəli, onlayn tədrisə 2 cür yanaşma var. Sinxron və asinxron. Distans təhsilin növlərindəndir də bu sinxron və asinxron. Əlat. Daha sonra siz mənə deyin görüm, sinxron tədrisin üstünlükləri nədə görülür? Yəni bunların üstün cəhəti nə ola bilər? Sinxron tədris o idi ki, müəllim sinifə girir, məsələn, lövhənin qarşısında dərsi izah edir və mövzunu bütün şagirdlərə ötürülür. Yəni canlı şəkildə olur da, yəni müəyyən bir cədvəl əsasında olur, qrafik əsasında olur. Sinifə girir, yoxsa onlayn şəkildə baş tutur sinxron tədris? Necə müəllimə? Ümumiyyətlə sinifə girir müəllim sinxron tədris zamanı, yoxsa onlayn şəkildə baş tutur? Onlayn şəkildə baş tutur da müəllim sinxron tədris. Aha. Daha sonra? Burada elə bir ki, şagirdlər anında məsələn, müəllimlə sual-cavab qurmaq imkanı var. Yəni, tez məsələn, sualı varsa, məsələn, müəllimə ünvanlayır, müəllim onu cavablandırır, anında cavab verir. Yəni, burada şagirdlərin ünsiyyət bacarığı da belə inkişaf edir. Evet. Hansındaydı deyildi ki, Wi-Fi, yəni hansı bir bu tədrisə yanaşılması üçün güclü Wi-Fi bağlantısı olmalıdır və yaxud da ki, sinxron tədris deməli. Sinxronda da, asinxronda da. Hər kəs eyni vaxtda dərs almaya bilər. Sinxrondadır müəllim. Eyni vaxtda yox, o ancaq sinxrondadır. Daxil olmaq üçün deməli sakit bir yerə, yəni insan sahib olmalıdır, şagird, yəni ehtiyac olmalıdır deyək. Asinxronda müəllim. Müəllim səs qırıldı. Deyirəm ki, dərsə daxil olmaq üçün sakit bir yerə ehtiyac olmalıdır. Bu da hər zaman mümkün olmaya bilər. Hə, sinxrondadır müəllim. Sinxrondadır. Əlbəttə ki, baxın, indi dərsə qoşulmuşsunuz. Sakitlik olmasa evdə mən sizin nə dediyinizi nə danışacağınızı eşidə bilməyəcəm. Yəni, bu da deyil, hər zaman olmaya bilər. Daha sonra siz mənə deyin görün, hansı idi ki, deyirdik ki, müəllim və şagirdlər birbaşa şəkildə ünsiyyət qura bilirlər, bir-birlərlə fikir mübadiləsi apara bilirlər? Sinxronda, müəllim, sinxronda. Hansındaydı şagird öz tempi ilə işləyirdi, hərəkət, yəni özünün kognitiv bacarıqlar formalaşmalıdır. Asinxrondadır müəllim. Hansındaydı deyirdi ki, şagirdlər həmyaşıdlarla birlikdə canlı mühitdə öyrənməkdən zövq alırlar. Lakin bu da onlar üçün, yəni elə bir bu tempdə şagirdirlərsə, bu tədris yanaşması onlar üçün çətinlik törədə bilər. Sinxrondadır müəllim. Çıxın çölə. Deyirəm ki, həmyaşıdları ilə birlikdə canlı mühitdə öyrənməyə sahib olan şagirdlərdirlərsə, bu tədris yanaşmasına əsasən biz dərs keçsək, onlar adaptə ola bilməyəcəklər. Bu hansı tədris yanaşması ola biləcək? Adaptə ola, asinxrondur müəllim. Çünki əgər şagird məsəl üçün fikirlərini qarşı tərəfə deyib cavab almağı sevirsə, yəni fikir mübadiləsi apara bilirsə, yəni məsəl üçün gözləmə vaxtını sevmir də. Buna görə də bu asinxrona əsaslanmış olacaq ki, bunun çatışmayan cəhətlərindəndir. Müstəqil iş, yəni işləmək üçün onlarda hər hansı bir çətinlik yarada bilər. Asinxronda. Bəli, bu da asinxrona aid. Şagirdlərdə təqdimat bacarığı inkişaf edir. Asinxronda. Bu da sinxrondadır daha doğrusu. Daha sonra müzakirə operativ şəkildə aparılır. Asinxronda. Bu sinxrona əsaslanmış olur. Daha sonra deyirik ki, eyni zamanda mövzu, yəni hər hansı bir mövzu verilir, lakin fərqli zamanlarda öyrənilir. Hə, asinxronda müəllimə. Şagirdin uyğun vaxtında, istədiyi vaxtda dərsə girib dinləyə bilər. Müəllim və şagirdlər arasında deməli məlumat mübadiləsi ötürülmə baş verir. Anında olursa mənim sinxrondadır. Anında olmasa bəs? Asinxrondadır. Yəni bunların ortaq cəhətləridir ki, müəllim və şagird arasında ünsiyyət mübadiləsi, fikir mübadiləsi bu hər ikisinin ortaq cəhətdir. Desəm ki, anında bu olacaq sinxron tədris. Anında deyilsə, yəni müəllim şagird arasında mübadiləsi deyəcəksiniz, bu əsaslanacaq
Hər ikisinin ortaq cəhətlərini hansındaydı ki, deyirdi ki, internet ya yaxud da ki, texnologiya xidmətləri güclü olmalı. İkisində də var, amma ikisində də Bu olmalı. da hər ikisinin ortaq. Fakültəsində. Hibrid nədir? Hibrid təhsil oydu ki, mənə, yəni bu hibrid təhsildə həm əyani, onlayndır, yəni qoşula bilər də. Yəni məsələn, hər hansısa bir uşaq xəstələnə bilər və yaxud da ki, uşağın hər hansısa bir qüsuru ola bilərsə, bu uşaq onlayn şəkildə dərsə qoşula bilər də. Yəni yəni onlayn, məsələn, üstünlüyü də oydu ki, məsələn, şagirddə çeviklik ola bilərdi, inklüzivlikdir, bir də interaktiv öyrənmədir də. Çeviklik oydu ki, məsələn, şagird anında tez dərsə qoşulur. Məsələn, inklüzivlik oydu ki, məsələn, hər hansı bir uşağın problemi varsa, məsələn, onlayn şəkildə dərsə qoşulur. Məsələn, interaktiv də oydu ki, aktiv öyrənməkdir də, yəni şagirdlər aktiv öyrənirdilər dərsdə. Həm fəal şəkildə, həm yaşıdları ilə birlikdə fikir mübadiləsi apara bilirdilər. Daha sonra qarşılıqlı təhsil nədir? Bəs biz buna açıq onlayn kursda deyirik. Bəli, bu asinxron tədrisə daha çox yaxındır, qarışıq tədris. Dedik ki, burada əsasən hibrid təhsildə sinxrondur, qarışıq tədrisdə asinxrondur. Yəni burada məsələn həftədə bir gün müəllim gün təyin edir. Məsələn şagirdlər gəlir, məsələn tapşırıq verir, onlar da tapşırığı eləyirlər də belə. Bəli. Bu olur. Yəni burada həm asinxron şəkildə, sinxron şəkildə bəli, həm asinxron, həm də sinxron şəkildə keçirildiyi üçün buna qarışıq təhsil də deyilmiş olur. Daha sonra siz mənə deyin görün bu hansı təlim modelidir ki, deyirəm ki, oyun elementlərindən təşkil olunur, istifadə olunur. Oyunlaşmadır mənim. Daha sonra siz mənə deyin görün bu hansı tədris modelidir ki, deyirəm ki, şagirdlər ilkin fərziyyələrini bir neçə yəni məqam sonra yoxlaması. Sorğu araşdırmadır. Sorğu Araşdırma hansı bacarıqları inkişaf etdirir? Ünsiyyətdir, İKT imkanlarıdır, ünsiyyətdir, kollektivlə işdir, qrupla işdir, belə. Tənqidi, yaradıcı, Tənqidi, yaradıcı, ünsiyyətdir, aktiv öyrənmə də var idi orada, problem həll etmə də var idi şagirdlər arasında. Bunlar inkişaf etmiş olur. Bu hansı tədris yanaşmasıdır ki, deyirəm ki, ilk öncə biz özümüz hər hansı bir mövzunu keçərkən şagirdlərin əvvəlki biliklərlə yeni bilikləri əlaqələndirməliyik. Hər hansı bir mövzunu keçirsənsə, bunu birbaşa deyil də, yəni hissə-hissə öyrət. Bir sual ver, soruş, gör, anladın. Rozenşaynın prinsipləridir də, bu birbaşa təlimdədir. Rozenşaynın neçə prinsipi var idi, dedik? Rozenşaynın 10 prinsipi var idi mənim. Bunlardan 9-cu prinsip nədir? Şagirdlərə müstəqil tapşırıq vermə, müstəqil öyrənməni təmin etmə. 8-ci prinsipdə nə deyilir? 8-ci scaffoldingdə mənim şagirdlərə yol göstərmək, yəni scaffoldingi eləmək idi. Yaxın inkişaf idi. 6-da da ki, bildiklərini yoxlamaq idi, 5-də ümumiləşdirmək idi. Orada əzbərləmsən bir gecə götürsün bir yerəm onları. Lap yaxşı. Bu hansı təlim modelidir ki, deyirəm ki, bu təlim modelinə əsasən şagirdlərə yeni biliklərlə əvvəlki biliklərin əlaqəsi qurulur burada da. Sual, şagirdlər araşdırma aparırlar. Araşdırma apardıqdan sonra fikirlərini müəllimə təqdim edirlər öyrəndiklərinə əsasən. Daha sonra müəllim onların fikirlərini ümumiləşdirib elmi cəhətdən əsaslandırma verir. Hələ tapşırıq da verir ki, məsəl üçün, baxın, bu 5Y modelinə əsaslanmış olur. Bu hansı təlim modelidir ki, deyirəm ki, bu təlim modelinə əsasən plagiatlıq yoxlanılır? Layihə əsaslı öyrənmədədir, yəni eynisi olmamalıdır, təkrarlanmamalıdır. Layihə əsaslı öyrənmədə qiymətləndirmə necə aparılır dedik? Qiymətləndirmə aparılır, müəllim şagird, şagird şagird. Evet. Və həm də necə olur? Demədiniz. Ondan demədiniz. Layihə işində qiymətləndirmə necə olur? Sonunda bir dənə təqdimat olur da, layihədə mənim şagird sonunda bir dənə iş ortaya qoyur, təqdimatı olur. Hər hansısa bir müsiflərin qarşısındadırsa, cəmiyyət qarşısındadırsa, necə olacaq? Əlbəttə ki, cəmiyyət qarşısındadırsa, artıq müsiflər tərəfindən qiymətləndirmə həyata keçirilmiş olacaq. Bizcə də göstərə bilərsiniz, Numay müəllimə mən. Tamam, buyurun. Bilmiyorum.
Üzürlü hesab edin Humayun müəllimə. Buyurun müəllimə, narahat olmayın. Daha sonra siz mənə deyin görüm hansı qaldı təlim modeli soruşmadığım sizdə. Problem əsaslı öyrənmədə deməli problem necə həll edilir? Problem yəni müəllim tərəfindən irəli sürülür də müəllimə. Problem əsaslı öyrənmədə bir dərsdə ola bilər, 2 dərsdə ola bilər. Yəni 3 dərsə bu bitməlidir problem əsaslı da. 1-2 dərs əsaslanmış olur və bundan əlavə olaraq deyə bilərik ki, problem əsaslı öyrənmədə mövzunu həm müəllim, həm də şagird seçir. Həm də şagirdlərin biliklərinə uyğun seçilməlidir də, yəni şagird mərkəzdə olmalıdır. Evet. Belə çox sağ olun Humayun müəllimə. Sağ olun müəllimə. Sonra keçək digər müəllimlərimizə. Səmaya müəllimə, buyurun. Səmaya müəllimə, siz mənə deyin görüm, deməli, tədrisdə dedik neçə cür yanaşma var? Sinxron, bir də asinkron. Aha. Sinxron tədrisin üstün cəhətləri nələr ola bilər? Üstün cəhətlər müəllim və şagirdin qarşılıqlı var da burada bir-birinə qarşılıqlı. Yəni burada müəllim dərhal sual verilir, müəllim tərəfindən şagirdə dərhal cavablandırır. Rəy sürətli də vaxtında gedir burada. Tapşırıqlar anında yoxlanılır. Problemlər sürətlə həll olunur. Yəni burada sosial bacarıqlar inkişaf edir şagirdlər. Evet. Daha sonra. Bəs asinkron tədris necədir? Asinkron tədris elə bil ki, bu da müəllimlə əlaqədə olmur da. Yəni müəllim elə bil ki, evə tapşırıqları verir eyni vaxtda. Yəni amma burada şagirdlər iştirak etmirlər. Yəni tədris əvvəlcədən hazırlanır. Burada da düzdür neydi? Material əvvəlcədən hazırlanır. Amma ki, şagird onu istədiyi vaxtı öyrənə bilər. Yəni müstəqildir də, burada şagird müstəqildir. Yəni tapşırıqlar verilsə də o canlı ünsiyyət olmur burada. Vaxt baxımından sərbəstdir şagirdlər. Yəni şagird təkrar yenə də özü istəyən vaxtı həmin o mövzuları oxuya bilir. Onun üstün cəhətidir daha doğrusu. Yəni sərbəst öyrənməkdir burada. Mən bir neçə xüsusiyyət deyim, siz mənə deyin görün bu hansına aid ediləcək. Deyirəm ki, daxil olmaq üçün hər zaman sakit bir yerə ehtiyac var. Lakin bu da hər zaman deyək ki, yəni belə deyə bilərik də, yəni hər zaman mümkün olmaya da bilər ki, yəni daxil olmaq olsun. Bu hansı tədris yanaşmasında olacaq? Bu sinxrondur, sinxron. Hər kəs eyni zamanda dərsə qoşulmaya bilər. Bu da sinxrona əsaslanmış olur. Suallar verərkən anında cavablandırılması? Bu da sinxrondur. Müəllim və yoldaşları birbaşa ünsiyyət qurmağa mümkün olduğu bir tədris yanaşması hansıdır dedik? Bu da elə sinxrondur. Canlı sürətdə əlaqə qurulur? Sinxrondur canlı sürətdə. Amma o birisini də qura bilir. Amma ki, indi gec əlaqə yarada bilər. Vaxtında yoxdur. Bəli, anında deyiriksə bu olacaq sinxron. Onda da var ünsiyyət, əlaqə var, lakin məsəl üçün nə zaman gəlib görürsə o zaman cavablandırmaya olur. Anında olmur. Daha sonra bax deyirəm ki, hansı tədris yanaşmasıdır ki, burada deyirdi ki, şagirdlərdə metakognitiv bacarıqlar inkişaf etməlidir, şagirdin özünün müstəqil şəkildə iş prinsipi olmalıdır ki, məsəl üçün vaxt baxımından vaxtı özü idarə edə bilsin. Bu dərsdəndir müəllimə bu. Bəli, baxın, vaxtı özü idarə edir. Hansındaydı? Vaxtı özü idarə edir. Bu asinkrondur. Özü idarə edir. Yəni istəyən vaxtı özü oxuya bilər də. Özü istəyən vaxtı. Özü istəyən vaxtı. Təkrarlayın. Sərbəst də, yəni sərbəst özü istəyən vaxtı oxuya bilər. Asinkrondur. Bəli, əlac. Daha sonra siz mənə deyin görüm Səmaya müəllimə. Hansındaydı ki, deyirəm ki, iştirakçılar arasında canlı əlaqə olur. Bu sinxrondur. Əslində cəmiyyətlə iştirakçılar arasında ünsiyyət qurulur. Bu da sinxrondur, ünsiyyət qurur. Bunlarda bax, bunun əsas istədiyim sizdən budur ki, bunu yadda saxlayın ki, ünsiyyətin qurulması, fikir mübadiləsinin aparılması hər ikisində var. Yəni fikir mübadiləsinin aparılır, lakin vaxt baxımından fərqliliyi var. Vaxt qrafiki hansındaydı?
Bu sinxrondadır, sinxronda qrafik. Sinxrondadır. Çünki məsəl üçün hal-hazırda siz bilirsiniz ki, saat 9-da dərsiniz var, qoşulursunuz. Bu sinxron tədrisə əsaslanmış olur. Şagirdlərdə təqdimat bacarığı inkişaf edir. Təqdimat bacarığı bu sinxrondadır. Daha sonra hansındaydı ki, deyirdi ki, operativ şəkildə öyrənmə baş verir. Bu da sinxrondadır. Bəli, bu da sinxrona əsaslanmış olur. Deyirəm ki, eyni mövzu fərqli zamanlarda öyrənilir. Bu sinxrondur. Fərqli zaman istəyən vaxt öyrənə bilir də şagird. Yəni mövzu var, istəyən vaxt öyrənə bilir. Deyirəm ki, şagirdlərin bu tədris yanaşmasında, yəni yanaşması, adaptasiya olması çətinlik yarada bilər. Yanaşması bu asinxrondur deyirsən. Yəni ki, bu istəyən vaxt bir də bu. Məsələn, bəzi uşaq olar, səhlənkar olar. Məsəl üçün qoşulmur, gec də qoşula bilər. Məsələn, bu üstün olmayan cəhətlərdə bunu diqqəti yayına bilər. Məsəl üçün yəni müstəqildir də şagird burada, müstəqildir, istifadə. Daha sonra hansındaydı ki, deyirdik ki, canlı və surətli əks əlaqə var. Deyəsən, soruşmuşdum bunu bir dəfədən. Hələ bu sinxrondadır. Problem həll etmə bacarığı inkişaf edir. Bu da sinxrondadır. Bəli, bu da sinxrondadır. Anında problemi. Hibrid təhsil nədir? Necə müəllimə? Hibrid təhsil nədir? Hibrid təhsil belə başa düşmüşəm. Yəni hibrid təhsil həftədə elbir ki 5 gün dərs tutur. Həftə 3 gün bu məktəbdə olur, onlayn dərs keçir. 2 gün 3 gün məktəbdədirsə, 2 gün nəsə xəstə olur, nə olursa onlayn dərs keçir. 2 günün onlayn dərs keçir. Bəli, hibrid təhsil budur ki, yəni çevik şəkildə, yəni interaktiv şəkildə, bundan əlavə olaraq deyək ki, inklüzivlik də burada nəzərə alınır. Əgər hər hansı bir problem varsa, şagird dərsə gələ bilmirsə, bu zaman hibrid təhsil əsasında dərs keçirilmiş olur ki, şagird dərsdən yayılmasın. Buna görə də deyilir ki, interaktivlik də burada önəm daşımış olur. Daha sonra qarşılıq təhsil necədir bəs? Burada mövzunu elə biləm ki, mövzunu bir müəllim sinifdə başa salır, elə bir ki, müəllim sinifdə başa salır, o evə də dərs atır. Dərslər atır. Qarşılıq təhsil alınmış olur. Yəni, həmin o mövzu ilə əlaqədar müəyyən bir platformalara dərslər göndərirsə, bu da qarşılıq təhsilsə əsaslanmış. Daha sonra siz mənə deyin görün, bu hansı təlim modelidir ki, bu təlim modelinə əsasən deyirəm ki, mövzu geniş bir, spektrli bir mövzu olmalıdır. Vaxt baxımından Lahiyə əsaslıdır. Vaxt nə qədərdir? Vaxt elə bir ki, ola bilər, çəkə bilər, yarım ilə qədər çəkə bilər. Bir aydan yarım ilə qədər rahat edə bilər. Ondan sonra problemdə necədir bəs? Problemdə amma tez olmalıdır həftə. Hələ bir ki, bir həftənin içində takib problem həll olunur da burada. Yəni uzun çəkmir, problem uzun çəkmir. Əladır. Bəli, məsələn, bir dərsdən növbəti dərsə qədər həmin problem müəyyən olunur. Yəni bir dərsə də ola bilər. Yəni uzun çəkmir burada. Əladır. Daha sonra siz mənə deyin görün, bu hansı tədris modelidir ki, bu tədris modelinə görə ilkin fərziyyələr digər mərhələlərdə yoxlanılır? Bu sorğu araşdırma, sorğuna araşdırma. Öyrənmə. Bəli, sorğu araşdırma əsaslı öyrənmə, söhbət keçir. Daha sonra siz mənə deyin görün, bu hansı tədris metodu modelidir ki, burada deyirik ki, burada müəllim elmi cəhətdən şagirdlərin fikirlərini ümumiləşdirib, elmi cəhətdən onlara 5Y modeli bu, 5Y modeli. 5Y elmi cəhətdən əsaslanır. Əsaslandırma aparılırsa, bu 5Y modelinə əsaslanır. Mənə deyin görüm, ümumiyyətlə bu sorğu araşdırma əsaslı öyrənmənin qiymətləndirilməsi necə həyata keçirilir? Burada müəllim, elə bir şagirdlər və yaxud müəllim şagird var belə. Şagirdlər bir-birlərinin fikirlərini dinləyirlər, bir vadilə saparlar. Müəllimlər rubrik və yaxud da ki, meyarlar əsasında qiymətləndirmiş olur. Bu hansı təlim modelidir ki, bu təlim modelinə əsasən deyirəm ki, oyun elementlərindən təşkil olunub, udmaq var, uduzmaq var, reyting var, rəqabət var. Bu oyunlaşmadır, oyunlaşma. Ya udmaq, uduzmaq. Oyun əsaslı öyrənmə nədir bəs? Necə müəllimə? Oyun əsaslı öyrənmə nədir bəs?
Oyun vasitəsilə öyrədir şagirdlər. Bu elə bilir ki, şagirdlər burada elə bilsin ki, oyun oynayırlar, amma həqiqətən o oyun vasitəsilə şagirdləri öyrədirlər burada. Oyun vasitəsilə öyrənir şagirdlər. Əladır. Yəni, məsəl üçün, hər hansı bir müəllim burada əyani vəsaitlərdən istifadə edə bilər, səhnəcik hazırlaya bilər və s. bu kimi vasitələrdən istifadə edir. Yəni, tətbiqi xarakter daşıyır və şagirdlər öyrəndiklərini tətbiq edirlər və bu onların yaddaşında daha dərindən qalmasına gətirib çıxara bilir. Bundan əlavə olaraq, oyun əsaslıdaydı, yoxsa oyunlaşdırmadaydı, deyil, ibtidai siniflərdə, aşağı siniflərdə həyata keçirilməsi məqbul sayılmır da. Yəni, şagirdlər arasında, məsəl üçün, ruhdan düşmə hadisəsi baş verə bilər. Ruhdan düşmə ola bilər, bu oyunlaşmadadır. Çünki uduzmaq var axı burada. Çünki ruhdan düşə bilər. Birbaşa təlim nədir? Birbaşa təlim addım-addım irələməkdir, dərsi hissə-hissə öyrənməkdir. Yəni şagirdlər. Sizin cavablarınızı çox sevirəm. Sadəcə olaraq bir dənə o test məsələsini də düzəltsəz, siz ona görə çox test işləyin. Testi çox işləyin. Məntiqim zəifdir, mən deyirəm hər dəfə. Sual-cavabda çox yaxşısınız. Mən hardan versəm sual cavablandırırsınız. Bilinir ki, dərsdə də sona qədər dinləyirsiniz də digər müəllimləri. Ona görə də gərəklər biraz testi də bunu tətbiqə çevirin. Bu sual-cavab olunursa, bunu indi çalışın tətbiqə çevirin. Uğurlar olsun sizin. Sağ olun. Siz də sağ olun. Sevinç müəllimə, buyurun. Bəli, Axşamınız xeyir olsun. Sevinç müəllimə, siz mənə deyin görüm tədrisdə sinxron-asinxron yanaşmaya keçmişik. Sinxron yanaşma nədir? Sinxron yanaşma bu həm əyani formada, həm də distant formada ola bilir. Deməli, burada əsas müəyyən vaxt qoyulur və müəllimlə deməli şagird arasında eyni zamanda qarşılıqlı əlaqə yaradılır, məlumat eyni zamanda ötürülür. Sinxron budur. Bir də bunun onlayn forması var. Bu sinxron tədris biz bəxş sual verdiniz ki, müəllim sinifdə olur, yoxsa yox, müəllim sinifdə olur da, yəni burada həm sinifdə ola bilər, həm də sinifdən kənarda keçirə bilir də. Yox, elə deyil. Prosta mən May müəllimə idi deyəsən səhv eləmirəmsə, mən elə başa düşdüm deyir ki, müəllim sinifdə olur. Sinxron tədris, baxın bu tədrisdir. Mən öz evimdə oturmuşam, siz öz evinizdə oturmuşsunuz. Biz, məsəl üçün, müəyyən bir platforma üzərində fikir mübadiləsi aparırıq. Lakin bu hansı tədrisə oxşuyur? Əyani tədrisə oxşuyur da. Necə ki, baxın, mən əyani dərsdə şagirdlərin sualını cavablandırıram, istədiyim vaxt onlara sual verirəm. Burada da baxın, siz mikrofonu açırsınız, hər hansı bir sualınız varsa, əlinizi qaldırıb mikrofonu açırsınız, mənə sual ünvanı verirsiniz. Və yaxud dərs keçirib fikir mübadiləsi aparırıq. Bu sinxron tədris əyani təhsilə, əyani tədrisə bənzəyir. Lakin sinxron tədris o demək deyil ki, müəllim sinifdə olur. Müəllim sinifdə olmur. Yəni, sinifdə olan bildiyimiz əyanidir. Lakin bu onun bariz nümunəsidir deyə bilərik. Daha sonra. Tədrisdə, məsələn, Zoom-dan, Google Meet proqramlarından istifadə olunurdu. Bəli, Zoom-dan da istifadə oluna bilər, Google Meet-dən də. Məsəl üçün, yadınızdadsa 2020-ci ildə şagirdlər, müəllimlər platforma üzərindən, Teams üzərindən dərsə qoşulurdu. Məsəl üçün, ona görə də deyilir ki, burada məsələn, sinxron tədrisin çatışmayan cəhətlərinin içərisində özünüz deyin bir neçəsini görün, hansıları bilirsiniz? Wi-Fi ilə bağlı problemlərin yaranması idi. Sonra, məsələn, eyni zamanda, hər kəs eyni zamanda qoşulmalı olur, yəni qoşulmalıdır, yəni problemlər olur ki, birdən qoşula bilmir. Daha sonra, daxil olmaq üçün sakit yerə ehtiyac olmalıdır, bu da hər zaman olmur, ola bilər ki, evdə bir otaqlı ev ola bilər, səs-küy ola bilər, yəni olur belə hallar. Daha sonra, məsəl üçün, hər hansı bir fikir yürüdülən zaman, hər zaman, məsəl üçün, zamanlı ola bilər. Bəli. Daha sonra, siz mənə deyin görəm, asinxron tədrisdə hansı yanaşmalar var? Deməli, hansı yanaşmalar? Yəni, burada da müəllim qabaqcadan deməli, materialı ötürülürdü. Deməli, burada şagirdin öz vaxtına uyğun vaxt seçilirdi. Burada vaxt məhdudiyyəti qoyulmurdu. Sonra burada həm tələbələr üçün, həm
şagirdlər üçün daha uyğun sayılırdı mənim asinxron tədris. Bizdə bir neçəsi xüsusiyyət deyim, deyə görə hansına aid edirlər. Deyirəm ki, eyni mövzu fərqli zamanlarda öyrənilir. Eyni mövzu fərqli zamanlarda mənim asinxron. Hansındaydı deyildiyi canlı ünsiyyətə daha az yer verilir. Asinxronda mənim. Şagirdlərin bu tədris yanaşmasına, yəni adaptə olmasında çətinlik yarana bilər. Şagirdlərdə çətinlik yarada bilər. Deməli, elə o da asinxron olar. Bəli, bu da asinxrona əsaslanmış olur. Daha sonra deyirəm ki, hansıdır ki bu? Müəllim və şagirdlər sual verən zaman dərhal realma bacarığı burada var. Bu sinxrondadır mənim. Müəllim və yoldaşları birbaşa ünsiyyət qurmaq mümkündür. Sinxronda. Bu da sinxron əsaslanmış olur. Canlı yayımda əks əlaqə Sinxronda mənim. sinxron əsaslanmış olur. Daha sonra deyirəm ki, şagirdlərdə metakognitiv bacarıq olmalıdır ki, bu tədris yanaşmasında adaptasiya ola bilsin. Metakognitiv özləri. Mən bu sinxrondadır. Adaptasiya ola bilsin. Bax, metakognitiv bacarıq olmalıdır ki, şagird bilməlidir ki, filan vaxta qədər tapşırığı mən icra etməliyəm. Müəllim yeni bir mövzu atacaq. Çünki gəlib ondan soruşan yoxdur axı. Bax, bugün mən sizdən soruşuram ki, görüm dərsi öyrənmisiniz, öyrənməmisiniz. Sonda da elə test işlədirəm sizə. Hansı olacaq? Bəli, bu asinxrona əsaslanmış olur. Deyirəm ki, bu hansı idi ki, şagirdlər materialı öyrənməyə ehtiyac duyduqları qədər vaxt sərf edə bilərlər. Məsəl üçün, cavab verməzdən əvvəl öz fikirlərini daha dərindən düşünə bilərlər. Asinxrondadır mənim. Bəli. Sinxron tədrisdə dərindən düşünməyə baş tuta bilmiş. Çünki mən maksimum 1-2 saniyə sizi gözləyə bilirəm. Uzağı 5 saniyə gözləyirəm. Lakin orada şagird oturub mövzu ətrafında daha dərindən düşünə bilir. Qarşılıqlı tədris nədir? Mən bu həm asinxronla sinxronun deməli qarşılıqlı tədrisi idi. Yəni, daha sonra hibrid nədir? Hibrid təhsil, yəni bu həm fiziki cəhətdən, həm də deməli məhdudiyyəti olan şəxslərin birgə deməli dərs tədrisi olmasıdır. Şərait yaradır. Əladır. Daha sonra Sevinc müəllimə, siz mənə deyin görün, bu hansı deməli təlim modelidir ki, bu təlim modelinin tərəfdarları deyir ki, bu təlim modelinə əsasən dərs keçilsə, öyrənməyən şagird qalmayacaq. Birbaşa təlimdədir. Əladır, birbaşa təlim. Daha sonra bu hansı təlim modelidir ki, burada deyirik ki, oyun elementlərindən təşkil olunub. Əsasən ibtidai siniflərdə keçirilməsi məqbul sayılmır. Oyunlaşdırmadır. Oyunlaşdırmadır. Bu hansı təlim modeli idi ki, bu təlim modelinə əsasən deyirəm, şagirdlər ilkin biliklərini yoxlanılması məqsədi ilə sual qoyulur. Şagirdlər ilkin fərziyyələrini söyləyirlər və araşdırma apararkən müəllim onlara resurslar təqdim etməlidir, resurslar əlçatan olmalıdır və nəticənin müzakirəsi zamanı şagirdlər nəticəyə gəldikləri an baxırlar ki, biz düzgünmü, məsəl üçün, mən fərziyyəm düzgün idimi? Yəni, gəldikləri araşdırmadan sonra əvvəlki fərziyyələr yoxlanılırdı. Bu sorğu əsaslı idi. Əladır. Siz mənə deyin görün, bu sorğu araşdırma əsaslı öyrənmənin qiymətləndirmə bölməsi necə aparılır bəs? Qiymətləndirmə bölməsi sorğu əsaslıdır. Müəllim və şagird arasında, şagirdlər şagird arasındaydı. Bəli, şagirdlər bir-birlərinə, məsəl üçün, eşidirlər, bir-birlərinə, məsəl üçün, rəy verə bilirlər. Bundan əlavə olaraq müəllim də qiymətləndirmə rubriklərindən istifadə edərək qiymətləndirmiş olur və yaxud da ki, meyarlara əsasən. Əladır. Daha sonra elmi cəhətdən əsaslandırılma hansındaydı? Elmi cəhətdən izahatdaydı mənim. 5Y modelinin izahatını. Bəli, 5Y-nin izahatındadır ki, elmi cəhətdən əsaslandırma var idi. Bəs hansı təlim modeli idi ki, müəllim deyirdi ki, 5Y-dir yoxsa belə soruşum, sorğu araşdırma, tapşırığı verilməsi? Tapşırığın verilməsi, tapşırığı verilsə, amma deməli 5Y-də idi. Yəni, bu 5Y-yə əsaslanmış olur. Deyirəm ki, mövzu geniş spektrli bir mövzudur. Əsasən şagirdin marağını cəlb etməlidir ki, şagird həmin mövzu haqqında bir yarım ilə qədər ola bilər ki, araşdırma apara bilər. Bu hansına əsaslanacaq? Layihə əsasındaydı mənim. Layihə əsasında sonunda təklif var, yoxsa məhsul? Yox, məhsul var mənim. Aha, təklif hansındaydı? Təklif sorğudaydı mənim.
O birisi matematik Problem. problem bəli. Bəli, problem Problem. əsasında öyrənmədədir. Çox sağ olun Sənət müəllimə. Sağ olun. Daha sonra keçək. müəllim. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Müəllimə, bu dərs həftədə neçə gün keçirilir? Hər gün keçirilir? Bu belə deyim də mənə. Mən ödənişli dərslərimdə ödənişsiz qrupuma da atıram ki, müəllimlər girib yararlana bilsin də, məsəl üçün sual cavabları dinləyə bilsin, ən azından hər hansı bir qeydlər götürə bilsin və yaxud da deyək ki, mən test işlədirəm, onlar da məsələn canlı şəkildə istəsələr test işləyə bilirlər. Lakin yeni qrupumuz inşallah 20 fevralda başlayacaq fəaliyyətə. Ödəniş nə qədərdir müəllimə? Bilmiyorum. Ataram qrupa 25 manat təşkil edir, həftədə 4 dəfə olacaq. Ondan çox sağ olun. Siz də sağ olun əzizim. Daha sonra keçək digər müəllimizə. Kimlər qalın müəllimlər? Türkçə müəllimə buyurun. Türkçə müəllimə buyurun, zəhmət olmasa. Eşidirsinizmi məni? Nərminə müəllimə. Yəqin Türkçə müəllimə eşitmədi. Siz buyurun, zəhmət olmasa. Müəllimə, bir tane başsızı dinleyelim. Başka bir tane müəllimə sürü sahibinde mi? Yaxşı. Əkbər müəllim, buyurun. Müəllim, axşamınız xeyir olsun bir daha. Hamınız xeyir olsun. Əkbər müəllim dedi ki, tədrisdə 2 cür yanaşma var. Bunlar hansılardır? Onlar sinxron və asinxrondur. Xüsusiyyət deyim, sizi yormayaq. Siz deyin görün bu hansına aid olacaq. Deyirəm, eyni mövzu fərqli zamanlarda öyrənilir. Fərqli zamanlarda öyrənilir. Bax, mövzunu verirəm. Şagird, məsəl üçün, demirəm ki, məsələn, bugün saat 9-da dərsimiz var, 9-a qədər bu mövzunu öyrənməlisiniz. O vaxt asinxrondur, asinxron. Bu asinxrondur. Bax, fərqli zaman deyirsə, bu asinxronda əsaslanmış olur. Canlı ünsiyyətə daha az yer verilir. Canlı ünsiyyətə daha az yer verilir, yenə asinxrondur. Bəli. Deyirəm, şagirdlərdə bu tədris yanaşmasına yanaşmaq çətin ola bilər. Adaptasiya olmalarında çətin ola bilər. Özlərində metakognitiv bacarığı inkişaf etməlidir. Motivasiyası olmalıdır, təşəbbüskarlığı olmalıdır ki, məsələn, müəllim mənə mövzu veribdir, gedib bu mövzunu mən oxuyum. Yenə asinxrondur müəllim. Bəli, asinxrondan söhbət gedir. Daha sonra deyirəm, müəllim və şagirdlər arasında fikir mübadiləsi anında baş verir. O sinxrondur. Bəli, bu sinxrondur. Daha sonra deyirəm ki, canlı və canlı yayımlarda sürətli əks əlaqə var. Sinxrondur da. Evet. Bax, deyirəm ki, Wi-Fi ümumiyyətlə, texnologiyada, Wi-Fi-da bunlar olmalıdır. Onlar olmalıdır, asinxrondur. Hər ikisində. Hər ikisində. Lakin desəm ki, hər hansı bir problem yarana bilər. Məsəl üçün, hal-hazırda danışırıq, qəfildən internetiniz getsə nə olacaq? O asinxron olacaq. Sinxron yox, sinxron. Sinxron tədbirdədir ki, məsəl üçün, Wi-Fi xidməti güclü olmalıdır, texnologiya güclü olmalıdır ki, fikir mübadiləsi apara bilirsin, dərs keçirə bilirsin. Qəfildən, bax, mənim internetim bir getdi, sizin səsinizi eşitmədim. Bu nədir? Sinxron tədrisə əsaslanmaq olur. Deyirəm, daxil olmaq üçün sakit bir yerə ehtiyac var və bu hər zaman mümkün olmaya bilər. Sinxrondur. Bəli, sinxrondur. Çünki oturmuşsunuz, siz də evdəsiz, mən də evdəyəm. Mən burada sual verirəm, görə sakitçilik olar ki, mənim dediyimi siz eşidəsiz, sizin dediyiniz də mən. Ona görə deyir ki, bu hər zaman mümkün olmaya bilər. Daha sonra deyirəm ki, sual yəni verilən zaman tez müddətdə cavab vermək lazımdır. Daha dərindən düşünmə imkanı olmur. Bu da ki, şagirdin daha dərindən düşünməsinə mane ola bilər. Mane ola bilər, sinxrondur müəllim. Əlbəttə, sinxrondan söhbət gedir. Deyirəm, problem həll etmə bacarığı inkişaf edir. Daha sürətli inkişaf edir, deyək. Sinxron yenə. Əlbəttə, öyrənmə şagirdlərə uyğun vaxtdadır.
sinxrondur da. Uyğun vaxtdadır. Öyrənmə şagirdlərə uyğun vaxtdadır. Məsələn, Oyunun özləri öz gücünü öyrənmir, o asinxrondur. öz Asinxron öz keyflərinə uyğundur da, bəli. Ona görə də bu asinxrona əsas. özləri mənimsəməli. Şagirdlərdə təqdimat bacarığı deyir, inkişaf edir. O da asinxrondur. Təqdimat bacarığı inkişaf edir. Təqdimat bazarı inkişaf edir. Sinxron Bəli, sinxrona əsaslanmış, deyirəm, müzakirə operativ şəkildə aparılır. operativ şəkildə sinxrondur. Evet. Daha sonra siz mənə deyin görün burada. Deməli hibrid keçmişi, bir də qarışıq keçmişi. Hibrid nədir, qarışıq nədir? Hibrid metod həm sinxron, həm asinxron metodundan istifadə edir. Belə başa düşürəm. Müəllim deyək ki, sinifdə hər hansısa bir şagird dərsdən qalanda müəllim sinifdə dərs keçən zaman həmin şagirdi də dərsə cəlb edir də körpü vəziyyəti yaradır belə. Hibrid metodu budur. Deməli, həm şagirdlər fiziki şəkildə sinifdə olmalıdırlar, həm də məsəl üçün hər hansı bir hadisə baş verirsə, gələ bilmirsə, onlayn şəkildə də qoşulurlar. Qarışıq təsir, sinxron və asinxron təsirin qarşılığıdır. Bəli, əla. Yəni məsəl üçün mövzu hər hansı bir platformalar üzərindən atılır şagirdlərin. Məsələn, müəllim deyir ki, filan vaxtda filan yerə gələrsiniz, hər hansı bir layihə işinə cəlb edə bilər, hər hansı bir, məsəl üçün, kompüter əsaslı öyrənmə də buna aid edilir. Belə, Əkbər müəllim, deməli, digər mövzulardan da sual-cavab edim sizə. Deməli, hansı təlim modelidir ki, burada deyirəm ki, bu təlim modelinin adı Rosensheim adı ilə bağlıdır. Bunun prinsipləri var. Birbaşa təlim edir, birbaşa təlim Birbaşa olmalı. təlimin məzmunu nədir, yəni məqsəd nədir burada? Bəli, müəllimə. Birbaşa təlimin məqsədi nədir? Birbaşa təlimin məqsədi təlimi icra etməkdir də. Burada da şagirdlərin bilik və bacarıqlarının yiyələnməsinə, biliklərə nail olmaqdır. Yeni biliklərin, belə təzə yeni biliklərin şagirdlərə çatdırılması. Dedik ki, burada əsas məqsəd odur ki, şagird, yəni bu təlim modelinə əsasən müəllim dərs keçərsə, öyrənməyən şagird qalmayacaq. Hər bir şagird öyrənmiş olacaq. Və bunlardan fəlsəfi fikirlər də var ki, məsəl üçün, yetəri qədər deyil müəllimə vəsait verin, təlimin hər hissəsində şagirdi nəzərdən keçirin. Məsələn, ancaq ön parta deyil, digər partalarla da işləyən, arxada oturan şagirdlərlə də öndəyilərlə və digər şagirdlərlə də işləməyə bacarın. Daha sonra Bunlar mənim əlimdə elə qalmır. Amma belə testdə olanda, yazılanda variantlar verəndə məntiqlə işləyə bilirəm. lap yaxşı. Çünki sual-cavabı yəqin ki, dinləyirsiniz. Belə çox yadımda qalmır. Daha sonra bu hansı təlim modeli idi ki, bu təlim modelinə əsasən deyirəm ki, şagirdlər hər hansısa bir fərziyyələri irəli sürürlər. Və bu fərziyyələr, məsələn, nəticə hissəsində göz önünə gətirilir ki, mənim irəli sürmüş olduğum fərziyyələr düzgün müdür, yoxsa yanlış mıdır? Onlar sorğu əsaslıdır müəllim. Bəs elmi tədqiqatların aparılması, məsəl üçün, elmi tədqiqatlarda 5 yem əvvəlindədir. Daha sonra bu hansı təlim modelidir ki, bu təlim modelinə əsaslanarkən deyirik ki, məsələn, bu təlim şagirdlərdə daha fəal şəkildə, interaktiv şəkildə dərsə qoşulur. Ondan əlavə olaraq şagird mövzu ətrafında geniş şəkildə araşdırma apara bilirlər. Burada fənlər arası, fən üstü inteqrasiyadan istifadə olunur, plagiatlıq yoxlanılır və yaxud da deyək ki, layihə əsaslıdır müəllim. Layihənin sonunda nə olmalıdır? Layihənin sonunda qiymətləndirmədir, layihənin sonunda. Nəyi qiymətləndiririk biz? Şagird müəllimi, müəllim şagirdi, müsirlər tərəfindən qiymətləndirmə olur da. Məhsul olmalıdır, yekun bir nəticə olmalıdır ki, qiymətləndirmə aparıla bilsin. Və hansındaydı ki, deyirdik ki, əsaslandırılmış təklif var. Əsaslandırılmış təklif məhsuldaydı da müəllimə. Əsaslandırılmış təklif, problem yoxsa layihə? Problem olmalı. Bax, deyirik ki, məsəl üçün, təmiz şəhərimiz. Bu layihə əsaslı olacaq, yoxsa problem əsaslı? Təmiz şəhərimiz, layihə. Yoxsa problem. Bax, təmiz şəhər.
problem. Bu bir problemdir. Şəhər təmiz olmalıdır. Məsəl üçün, deyək ki, hər hansısa bir nüanslar orada qeyd olunur. Yəni, bu bir problem əsaslı öyrənməkdir. Məsələn, şagirdlər təkliflər irəli sürə bilirlər ki, məsələn, mən təklif edirəm ki, hər hansısa bir, nə bilim, fikirlər yürüdə bilərlər. Zibil qablar qoyulsun, nə bilim, şəhərdə dezinfeksiya işləri aparılsın və s. Bu, əsaslandırılmış təkliflər olur. Layihə əsaslı da deyil, problem əsaslı öyrənmədə. Layihədə yalnız məhsuldan istifadə olunmuş olur. Daha sonra siz mənə deyin görüm oyun elementləri hansındaydı? Müəllimə Oyun elementləri. Deyirəm ki, bu təlim modelinin oyunlaşdırmadaydı. oyunlaşdırmadaydı. Deyirəm, müəllim şagirdlərə hər hansı mövzunun daha dərindən mənimsədilməsi üçün əyani vəsait gətirə bilər dərsə. Məsəl üçün, deyək ki, hər hansısa bir mövzunu keçir, həmin mövzuya aid şagirdlərə səhnəcik hazırlaya bilər. Bu hansındaydı? Məsəl üçün, şagirdlər deyək ki, bu günləri öyrənirlər, məsəl üçün, Koroğlunun dastanını, müəllim şagirdləri Koroğlu obrazını yaradır. Şagirdlər Koroğlu obrazını, onun qılınc tutmasını, igidləri ilə necə danışmasını səhnələşdirir onlara, yəni onlar tətbiq edirlər. Bu hansı olacaq? Bir fikir modelindəydi. Oyun əsaslı yoxsa oyunlaşdırma? O oyunlaşdırmadadır. Yox, oyun əsaslı. Bax, burada bunu da yadda saxlayın ki, əgər hər hansısa bir oyunlaşdırmada bax, udmaq var, uduzmaq var, oyun elementlərindən təşkil olunur. Məsəl üçün, biz yazı lövhəsində də bunu edə bilərik və yaxud da ki, müəyyən bir platformaların, Kahoot falan var. Bunlarda da məsəl üçün hazırlayıb şagirdləri işlədə bilərik. Oyun əsaslı öyrənmə belədir ki, hər hansısa bir oyundan təşkil olunur və məqsədimiz orada da öyrətməkdir, burada da öyrətməkdir. Lakin daha dərindən öyrənilməsi üçün, onların maraqlarının kəsb edilməsi üçün daha dərindən öyrənmə baş vermiş olur. Belə çox sağ olun, Əkbər müəllim. Sağ olun. Nərmin müəllimə buradasınız? Müəllim. Yaxşı. Nərmin müəllimə, siz mənə deyin görüm, deməli, tədrisdə dediyi neçə yanaşma var? Müəllimə, 2 yanaşma var, sinxron və asinxron. Deməli, siz mənə deyin görüm, sinxron təhsil nədir? Sinxron müəllimə, burada tədris materialların şagirdlərə eyni vaxtda tətbiq edilməsidir də. Məsələn, burada nətər deyim, onlayn formada müəllim məsələn, indi bizim müəllimə, bizə indi sinxron tədrisdir. Məsələn, siz bizlə keçdiyimiz dərs. Fikir mübadiləsi aparırıq, sual verirəm, cavablandırırsınız, sizin sualınız yaranırsa, mənə sual ünvanlayırsınız. Bəli, bu sinxron tədrisə əsaslanmış olur. Mən deyim, siz deyin xüsusiyyətlərindən görə hansı tədris yanaşmasıdır bu. Deyirəm, canlı ünsiyyətə daha az yer verilir. Bu asinxrondur. Deyirəm ki, və yaxud da ki, şagirdlərin bu tədris yanaşmasına adaptasiya olması çətinlik yarada bilər onlarda. Bu mənim asinxron. Əlac. Deyirəm ki, bu hansı tədrisdir ki, tədris yanaşmasıdır ki, iştirakçılar hər zaman onlayn olmaya da bilər. Yəni, hər zaman dərsdə olmaya da bilər, belə deyək. Bu müəllimə şey olar da asinxron. Bax, ümumiyyətlə asinxronda dərsdə olurlar ki, şagirdlər. Yox, olmurlar dərsdə şagirdlər. Müəllim məsələn təqdimatını, dərsin izahını atır, nə vaxt istəsələr baxırlar. Bu olacaq onda sinxron müəllim. Bəli, bu sinxrona əsaslanmış olur. Bax, deyirəm ki, bu asinxronun xüsusiyyətidir, yoxsa sinxronun xüsusiyyətidir. Deyirəm ki, hər zaman rəy vermək mümkündür anında. Olacaq müəllim, sinxron. Bəli, sinxrona əsaslanmış olur. Hansındaydı deyirdi ki, Wi-Fi bağlantısı güclü olmalıdır, hər hansısa bir problem. Sinxron müəllimə. Həm sinxronda, həm də digərində. Lakin sinxronda daha güclü olmalıdır ki, bir problem yaranmasın. Məsəl üçün, bir saat internetimiz olmasa da, bir saatdan sonra internet yansa, müəllimin atdığı, deyək ki,
mövzular, nə bilim suallar hamısı gələcək bizə. Lakin asinxronda belədir ki, indi internetimiz getdi, bitdi. Yəni mən sizi eşitməyəcəm, siz də məni eşitməyəcəksiniz. Daha sonra hansındaydı ki, deyirdi ki, müəllim və yoldaşlara birbaşa ünsiyyət qurmaq mümkündür. Onlarda deyək ki, əməkdaşlıq bacarıqları inkişaf edir. Bu da müəllimə elə sinxrondadır. Aha. Tapşırıqların anında yoxlanılması, müəllimin dərhal rəy edilməsi, Müəllimə sinxron. şagirdlərdə metakognitiv bacarığı inkişaf etdirilməsi, daha dərindən düşürmə baş verir. Asinxron, əlaç. Daha sonra hansındaydı deyildiyi problemi həll etmə daha sürətli baş verir. Bu da müəllimə sinxronda. Öyrənmə şagirdlərə uyğun vaxtda baş verir. Sinxron. Əlaç. Sinxron yoxsa sinxron uyğun vaxtda baş verir. Vaxtda baş verir. Müəllimə nə deyəm uyğun vaxtda? Onda asinxron olur. Asinxron. Məsələn, mən mövzunu atmışam. Siz bilirsiniz ki, bugün dərsə qoşulacaqsınız. Siz bu mövzunu bu dərsə qədər hazır edirsiniz. Elə deyilmi? Bəli, müəllimə. Lakin şagirddən, yəni o baxılmır da, soruşulmur ki, sən məsələn asinxron tədrisi deyirəm. Yəni sən öyrənmisənmi, öyrənməmisənmi dərsi? Buna görə də deyilir ki, məsələn şagird vaxt qrafikini özü idarə edirsə, yəni öyrənmə vaxt baxımından ona uyğun haldadırsa, yəni ona uyğunsa, onda metakognitiv bacarıq olmalıdır ki, bilməlidir ki, şagird həm də tənqidi düşünməyə bacarmalıdır ki, verilən mövzunu vaxtında öyrənəsin. Məsələn, üstbəüz yığmasın. Daha sonra müzakirə operativ şəkildə aparılır. Bu da müəllimə sinxronda. Əlaç. Şagirdlərdə təqdimat bacarığı daha dərindən inkişaf edir. Təqdimat bacarığı müəllimə. Təqdimat bacarığı çox. Necə? Müəllimə sinxron. Sinxron yoxsa sinxron nərimlə? Təqdimat bacarığı sinxronda olardı. Bəli, sinxronda. Baxın, mən sizə deməli, biriyi keçəndə və yaxud da ki, digər hər hansısa bir yəni situasiyalı mövzular keçəndə sizə evə nə verirdim? Məsələn, ixtisasınıza uyğun olaraq yazırdınız. Bunu məsələn gəlib danışırdıq, təqdimat edirdiniz ki, mən belə bir öz ixtisasımla əlaqələndirmişəm. Yəni, bu sinxron tədrisdə daha dərindən inkişaf etmiş olur. Qarışıq tədris nədir? Müəllimə, qarışıq tədris, burada qarışıq tədris. Sinxron və asinxronun burada həm də qarışığıdır da. Bəli, açıq kurslar. Məsəl üçün, deyək ki, müəllim sabit zamanda keçə bilir. Yəni, şagirdlər hansı bir mövzunu göndərə bilər. Məsələn, hansısa bir, deyək ki, laborator işlərini cəlb edərkən. Həm belə, həm də elə. Bəli, hər ikisinin qarışığı hesab oluna bilər. Hibrid nədir bəs? Hibrid tədrisdə müəllimə, burada yenə elə asinxron və sinxronun Hibriddə nə idi? Əyani və onlayn öyrənməni birləşdirirdi da. Bəli, burada da məsəl üçün şagirdlər həm çevikliyi var burada, həm inklüzivliyi nəzərə alınır, həm də ki, burada deyir ki, müəllim və şagirdlər yəni interaktiv şəkildə dərsə qoşulurlar. Yəni fəal şəkildə müəllim şagirdlərlə işləmiş olur. Belə, bu da olur. Bütün şagirdlər nəzərə alınır da, məsələn, orada xəstəliyi olan şagirdlər də anında yəni dərsə qoşulurlar. Müəllim həm də körpü rolunu oynamalıdır ki, onlar arasında əlaqə yarada bilsin. Daha sonra hansı təlim metod modeli idi ki, bu modeli əsasən bir müəllim dərs keçsə bu metodla heç bir şagird qalmayacaq ki, öyrənməmiş. Yəni, bu metod əsasında, bu model əsasında dərs keçilərsə, hər bir şagird öyrənilmiş olacaq. Birbaşa təlim idi. Əlaçı, birbaşa təlimdən söhbət gedir. Bəs bu hansı təlim modelində idi ki, deyildi ki, ilk öncə belə deyək, şagirdlərə maraq oyadılır, daha sonra sual qoyulur. Sual qoyularkən araşdırmaya cəlb olunur və sual qoyulduğu zaman şagirdlər fərziyyələr irəli sürür. Araşdırma zamanı şagirdlərin gəlmiş olduğu nəticədə fərziyyələr yoxlanılır və müzakirəyə təşkil olunur. Məsələn, nəticənin müzakirəsi olur. Bu hansı təlim modelindən söhbət gedir?
Burada müəllimə sonda keçmişdim. Hı. Bax, ilkin Araşdırma vəziyyət. Bəli, sorğu araşdırma. Bax, bunun hansı mərhələsi idi ki, deyirdi ki, bu mərhələyə əsasən şagirdlər ümumiyyətlə, belə deyək də, ən uzun mərhələ hesab olunur şagirdlərin aparılması üçün. Burada araşdırmalarda müəllimə şagirdlərin Bəli, şagirdlər araşdırma apardıqları üçün ümumiyyətlə daha dərindən, yəni yanaşıldığı üçün ən uzun mərhələ hesab oluna bilər. Daha sonra, bəs bunun qiymətləndirilməsi necə aparılır? qiymətləndirilməsi müəllimə sonda yəni son nəticə, yəni əldə olunan nəticəni qiymətləndirirlər. Burada müəllim tərəfindən qiymətləndirilir də. Şagirdlər də bir-birinin fəaliyyətini izləyirlər, bir-birlərini dəyərləndirə bilərlər və müəllim meyarlar əsasında şagirdləri qiymətləndirə bilər. Hansı bacarıqlar inkişaf edir dedik? Burada tənqidi təfəkkür idi müəllimə, sonra ünsiyyət bacarıqları idi, sonra müəllimə başqa Problem əldə etmə, aktiv şəkildə öyrənmə, ünsiyyət və sair kimi bacarıqlar inkişaf edə bilər. Aha. Daha sonra siz mənə deyin görün, bu hansı təlim modelidir ki, bu təlim modelinə əsasən şagirdlər ilk öncə maraq oyadılır, araşdırma aparılır, izahat mərhələsi var burada, möhkəmləndirmə və qiymətləndirmə 5 mərhələdən ibarətdir. 5 mərhələdən. Məsələn, bax, deyirəm ki, şagirdlər ilk öncə nə edirlər? Maraq oyadırıq. Maraq oyatdıqdan sonra araşdırma edirlər. Sualla araşdırma bir yerdədir burada. Daha sonra izahat verirlər. Müəllim elmi cəhətdən əsaslandırır. Deyir, ala bu da tapşırıq. Öyrəndiyini tətbiq et, görüm, edə bilirsənmi? Möhkəmləndirilməsi üçün. Daha sonra qiymətləndirilməsi başlayır. Hansı oldu? 5 yer mi gerekiyor? Əlaçı, 5 yerdən söhbət gedir. Elə deyirəm ki, 5 mərhələdən ibarətdir. Bəli, 5 yerə əsaslanmış o olur. Daha sonra bu hansı təlim modeli idi deyirəm, oyun elementlərindən təşkil olunub? Bu da oyun əsaslı müəllimə. Bəli, bu da oyun əsaslıdır. Oyun əsaslı yoxsa oyunlaşdırma? Oyunlaşma. Oyunlaşdırmanın elementləri hansıları idi yaxşı? Oyunlaşdırmanın elementləri müəllimə. Ayaqdan neçə dəfə demişəm özüm. Müəllimə, maraq oyatma olar da. Yox, udmaq, uduzmaq, bunlar element deyilmi? Bəli. Daha sonra xal qazanmaq, reyting söhbəti, bu nədir? Oyun əsaslı deyil, oyunlaşdırmaya əsaslanmış o olur. Daha sonra hansı nədə deyirik ki, hansı təlim modelidir ki, bunun sonunda deyirik, hər hansısa bir işin yekun təqdimatı var. Qrafik şəkildə təqdimat olunmalıdır. Bu layihə əsaslı. Bəli, layihə əsaslı. Layihə əsaslıda mövzu nə qədər, mövzu deyilmə zaman nə qədər olur? O müəllimə bir yarım ili qədər əhatə eləyirdi da. Əlaç, bir yarım ilə qədər zamanı əhatə etmiş o olur. Daha sonra siz mənə deyin görün, bu hansı təlim modelidir ki, bu təlim modelinə görə deyiləm, şagirdlər fikirlərini əsaslandırılmış təkliflər əsasında irəli sürürlər. Problem. Əlaç, problemdən söhbət gedir. Belə, birbaşa təlimi soruşdum mu Nərminə müəllimə? Bəli, çox sağ olun. Siz də sağ olun. Əminə müəllimə, buyurun. Axşamınız xeyir olsun. Necəsiz? Canınız necəsiz? Çox sağ olun. Mənim büyük Şəkidə Bakıya əskər görməyə getmişik də, yəni and içməyə, Rezyonuğa. Əslində etməyəcəm yox, yəni belə ağızdan götürdüm. Yaxşı, Allah işin amal eləsin, xeyirli olsun inşallah, sağ-salamat gəlsin. Siz mənə deyin görüm, sinxron tədris, mən da sizə sual verim də ancaq. Belə deyim mənə, hansı ola bilər ki, siz heç sual cavab etməyim. Olar. Yoxsulsa, Gələn dərsin. bəli, gələn dərsi İnşallah, oldu, sağ ol. Tərşan müəllimə, buyurun. Tərşan müəllimə, eşidirsinizmi məni?
Türkçə müəllimə və Pərşan müəllimə. Bir-biriniz mikrofonunu açın, zəhmət olmasa. Salam müəllimə. Salam, hər vaxtınız xeyir olsun. Türkçə müəllimə, siz mənə deyin görüm, sinxron tədris nədir? Sinxron tədris həm əyani, həm distant formada keçirilir. Məsələn, əvvəlcədən qrafik, vaxt təyin olunur və ona əsasən keçirilir, dərsə qoşulurlar. Əlaçı, bəs asinxronda necədir? Asinxronda da onlayn dərsdən onlayn formada keçirilir də. Elə bir əvvəlcədən videolar, audiolar, mühazirələr hazırlanır. Daha sonra Google Meet, YouTube vasitəsilə nəsə bir vasitə ilə göndərilir. Bəli, İstənilən vaxtda ona qulaq asmaq olur. Müəyyən platformalara göndərilir. Vaxt qrafiki yoxdur burada. Şagirdlər zamanı özü adaptasiya olmalıdır. Öyrənməni özləri burada yaratmalıdırlar ki, məsəl üçün bilirlər ki, heç kəs onlardan soruşan deyil ki, bu dərsi öyrənmirsən, yoxsa öyrənmirsən. Yəni burada məsuliyyət şagirdin özündə olmalı. İndi mən bir neçə xüsusiyyət deyim. Siz deyin görün bu sinxrondur, asinxrondur. Deyirəm ki, Wi-Fi güclü olmalıdır ki, yaranmasın, əlatsın. Deyirəm, hər kəs eyni anda qoşulmaya bilər. Sinxrondur da. Bəli, bu üstün cəhətidir, yoxsa mənfi cəhəti ola bilər. Mənfi cəhəti. Bəli, hər kəs eyni anda qoşulmaya bilər deyirsə, bu mənfidir. Yəni, çatışmayan cəhətlərindən gedir söhbət. Daxil olmaq üçün sakit bir yerə ehtiyac var. O da sinxrondur. Yoxsa çatışmamazlığındandır. Qoşulmaq üçün sakit bir yerə ehtiyac var. Bu da həmişə mümkün olar, olmur da, yəni olmayadır. Olmur. Çatışmamazlığına. Çatışmamazlığına əsaslanmış olur. Canlı yayımda sürətlə kiçik əlaqə qurulur. Sinxrondur. Müəllim və yoldaşları birbaşa ünsiyyət qurur, əməkdaşlıq bacarıqlarını inkişaf edir. Sinxrondur. Eyni mövzu fərqli zamanlarda öyrənilir. Asinxrondur. Əlaç. Canlı ünsiyyətə daha az yer verilir. Bu da asinxrondur. Birlərə deyirəm, bu tədris yanaşmasına yanaşılması daha çətin ola bilər. Yəni, onlarda media kabineti Asinxrondur da gec adaptasiya ola bilər. Deyirəm, bəs bu tədris yanaşmasına görə şagirdlər müstəqil şəkildə düşünə bilir. Hər hansı bir mövzu haqqında daha dərindən düşünmək üçün bu asinxrona əsaslanmış olur. Daha sonra deyirəm, problem həll etmək daha sürətlidir. Sinxrondadır. Əlaçı. Bəs hansındadır? Deyirik ki, şagirdlərdə təqdimat bacarığı inkişaf edir. O da sinxrondur. Qarışıq təhsil nədir, hibrid nədir? Qarışıq təhsildə elə sinxron, asinxronun qarışığıdır da. Məsələn, müəyyən platformalara dərs göndərilir. Əlaçı. Bəli, bu qarışıq təhsil belədir ki, yəni sinxronun, asinxronun qarışığıdır. Müəyyən platformalara müəllim dərsi göndərir, məsələn, deyir filan günü filan laboratoriyaya gəlin, hər hansı bir işə cəlb edir. Şagirdlər də gəlir, orada qoşularaq dərs keçmiş olurlar. Daha sonra siz mənə deyin görün, bəs hibrid nə idi? Hibriddə inklüzivlik, çevik şəkildə, interaktiv şəkildə öyrənmədir. Əlaç. Yəni, burada həm interaktivlik var, həm inklüzivlik var, həm çeviklik var. Yəni, şagirdlər çevik şəkildə dərsə qoşula bilirlər. Yəni, dərsdən qalma halı baş vermir. Bundan əlavə olaraq inklüzivlik, yəni sağlamlıq cəhətləri məhdud olan şagirdlər də bura qoşula bilir. Fəal şəkildə ola bilirlər. İnteraktivlik də burada nəzərə alınır. Daha sonra siz mənə deyin görüm, deməli, digər təlim metodlarından keçmiş olduqlarımızdan mənə. Layihə əsaslı öyrənmədə mövzu kim tərəfindən seçilir? Şagird tərəfindən. Nə qədər zaman əhatə olunmalıdır? Bir ay, bir ilə kimi çəkə bilir. Bir aydan bir yarım ilə qədər, yəni 6 aya qədər olan fəsiləni keçə bilər. Yəni, məsəl üçün, yanvar ayında müəllim bilər ki, məsəl üçün, bu il ay sona qədər bunu yekunlaşdırmaq lazımdır. Daha sonra siz mənə deyin görün, burada əsaslandırılmış təkliflər var, yoxsa ortada bir məhsul olmalıdır?
Məhsul olur layihədə. Məhsul olur. Bəs əsaslandırılmış təklif haradaydı? Təkliflər problemdə olur, problem əsaslı öyrənimdə. Həmçə müəllim dərsdə şagirdlərə hər hansı bir mövzunu keçir. Mövzuya aid, məsəl üçün, deyək ki, istəyən dərsidir. Müəllim şagirdlərə pilotsuz uçuş aparatının hazırlanması haqqında bir nümunə göstərir və yaxud da ki, özü edir bunu. Şagirdlər bu nümunəyə baxaraq yenisini hazırlayırlar. Bu nədir? Layihə əsaslıdır, yoxsa dərslərdə layihədir? Dərslərdə layihədir. Evet, bax, belə bir nüanslar qarşısında çıxsa, bu dərsdə layihədən söhbət gedirdi. Daha sonra siz mənə deyin görüm, bu hansı təlim yəni modelidir ki, təlim modelinə görə deyir ki, məsəl üçün, şagirdlərə çoxlu suallar ünvanlayın, hissə-hissə oxutdurun, bir əvvəlki biliyini yoxlayın. Birbaşa təlimdədir də o uşaqlara çox Birbaşa suallar təlim, bilməsi, yaddaşlarının. Birbaşa təlim neçə prinsipi var dedik? Necə? Birbaşa təlimin neçə prinsipi var dedik? 10 prinsipi var idi. Daha sonra siz mənə deyin görüm, 6-cı prinsip bəlkə yadda qalır. Səhvlərin düzəldilməsi idi. Səhvlərin düzəldilməsi və anlamanın yoxlanılmasından söhbət gedir ki, görə şagird mövzunu anlayıb, yoxsa anlayıb. Daha sonra bu hansı təlim modelidir ki, bu təlim modelinə əsasən şagirdlərin ilkin fərziyyələr yoxlanılmış olur? İlkin fərziyyələr. Məsəl üçün, sual qoyulur, şagirdlər ilkin fərziyyələr üzrə, yəni belə deyək ki, deyir və onlar daha sonraki mərhələlərin birində yoxlanılır. Hansı təlim modelində idi fərziyyələr? Sorğu araşdırmadaydı. Bəli, sorğu araşdırmasındaydı, elmi cəhətdən əsaslandırmanın aparılması müəllim tərəfindən. Elmi cəhətdən 5 yerdə idi, 5 yerdə. 5 yerə əsaslanmış olur. Daha sonra hansı qaldı soruşmadı? Oyun elementləri hansındaydı? Oyun əsaslıda. Əsaslıdaydı. Oyun əsaslı yoxsa Oyunlaşdırma. oyunlaşdırma? Mən də hərdən taşıdırırsınız. Daha sonra oyun əsaslı da necə idi bəs? Oyun əsasında dərslər oyun formasında qurulurdu da. Bəli, əyani vəsaitlərdən istifadə edə bilərik, səhnəcə hazırlaya bilərik. Məsəl üçün, müəllim şagirdlərdə hər hansı bir pullar mövzusunu keçir, şagirdlərlə yarmarka təşkil edə bilər və s. Və yaxud deyək ki, texnologiya müəllimidir, şagirdlərə süfrə dizayn edməsini öyrətmək istəyir. Bunu tətbiqi xarakteri olaraq daşıyır. Hər hansı bir şagirdlər işi tətbiq edirlərsə, bu oyun əsaslı öyrənmədən söhbət gedir. Çox sağ olun, düşünürəm. Sağ olun. Deməli, Pərşan müəllimə buradasınız. Buradaydınız, axı çıxdınız. Aydın müəllim, buyurun. Salam, maşın verin. Salam, hər vaxtınız xeyir olsun. Aydın müəllim, siz mənə deyin görüm, deməli, sinxron tədris nədir, asinxron tədris nədir? Sinxron tədris mənim onlayn tədrisdir. Anında sorğu olunur. Bu da onlayndır. Sadəcə olaraq şagirdlər mövzu verilir, dərhal soruşulmur da. Məsələn, 5 gün, müəyyən bir vaxtdan sonra soruşulur. Əlaç. Daha sonra, siz mən bir neçə xüsusiyyət deyim, siz deyin görüm. Deyirəm ki, eyni mövzu fərqli zamanlarda öyrədilir. Asinxrondur. Canlı ünsiyyətə daha az yer verilir. Asinxrondur. Şagirdlər bu tədris yanaşmasında çətinlik yarada bilər. Bu mənim əslində hər ikisindədir. Çünki internet bağlantısı problem ola bilər. Yox, əsasən bu hansındadır, onu deyək. Sinxrondadır. Asinxrondadır ki, tədris yanaşmasına çətinlik yarada bilər, adaptasiya olunmasında. Yox, mən elə bildim ki, internet bağlantısı edəcək. Daha sonra hansındaydı? Deyirəm ki, müəllim və şagirdlər verilən sualları dərhal cavablandırır. Daha sonra hansındaydı? Deyirdim ki, şagirdlər məsəl üçün tapşırıqları yoxlanılır. Asinxronda. Asinxron yoxsa sinxron tapşırıqlar yoxlanılır. Asinxron olmadığı üçün mən tapşırığı müəllim verir, şagirdlər
tapşırıqlar yoxlanılır. Sinxron oldu müəllim. Bəli, sinxrona əsaslanmış olur. Daha sonra siz mənə deyin görün problem həll etmə daha tipik şəkildədirsə, Problem əldə etmə. Hə, mövzuca fikrim getdi əvvəlki dərsə müəllim. Sinxrondadır müəllim. daha sonra deyirəm ki, hansındadır ki, canlı və surətli əks əlaqə var. Sinxronda. Sinxrondan söhbət gedir. Öyrənmə şagirdlərə uyğun vaxtda baş verir. Sinxronda. Şagirdlərə asinxronda. Aha, bircə dəqiqə gözləyin aydın. Üzürlü hesab edin aydın müəllim. Deməli, daha sonra harada qalmışdıq sizinlə? Dedik, öyrənmə şagirdlərə uyğun vaxtdadırsa hansı olacaq? Asinxron. Asinxrona əsaslanmış olur. Problem əldə etmə daha sürətlidirsə? Sinxron. Aha, sinxron. Daha sonra deyirəm ki, iştirakçılar arasında canlı əlaqə var. Sinxron. Hər ikisi bunu yadda saxlayın. Hər ikisindən söhbət gedir. Daha sonra hibrid nədir, qarışıq nədir? Bunu da deyək. Mənim hibrid, mən belə başa düşmüşəm ki, orada inklüzivliyi var. Elə bil ki, fiziki cəhətdən zəif, belə deyək, necə deyim, ev təhsilli şagirdlərlə misal üçün, normal şagirdlərin bir arada təhsil alması. Bu hibriddə mən qarşılıqdır ki, mən belə başa düşmürəm. Sinxronun, asinxronun qarşılığı. Tutaq ki, şagirdlər bir araya yığılır, müəllim də, məsələn, məktəbdə sinif otağında dərs keçir, şagirdlərin hər hansısa biri gəlməyibsə, onlayn şəkildə həmin o dərsdə iştirak eləmiş olur. Bəli, hibrid təhsil budur ki, həm onlayn, həm də ki, fiziki olaraq şagirdlər dərsdə ola bilir. Digəri də belə ki, qarışıq, adamın da göründüyü kimi, həm onlayn, həm də deməli, məsələn, müəyyən platformalara müəllim mövzunu göndərir, daha sonra isə hər hansısa bir laborator işlərinə falan cəlb edə bilir. Daha sonra siz mənə deyin görün, bu hansı təlim modelidir ki, deyirəm, sonunda yekun təqdimat var? Mənim sinxronla danışırsınız, yoxsa başqa mövzuya keçdiniz? Başqa mövzuya keçdim. Artıq bunu siz tutmalısınız. Sualı bir də benzər tutmuşsa. Deyirəm ki, hansı təlim modelidir ki, burada deyirəm ki, yekun təqdimat var. İşin qrafik şəkildə təsviri olmalıdır. Vay hə. Hansıydı deyirdi ki, əsaslandırılmış təkliflər? Təkliflər problemdir mən. Hansındaydı deyirdi ilkin fərziyyələr digərki mərhələlərdə yoxlanılır? Sorğu əsaslı öyrənmə. Sorğu araşdırma əsaslı öyrənmədən söhbət gedir. Hansındaydı elmi cəhətdən əsaslandırma? Sorğu əsaslıdır mən. Elmi cəhətdən əsaslandırma izahat bölməsində elmi cəhətdən. 5 E'dən açsa mən onu oxumamışım. Mən tapa bilmirəm, şunu oxuyum. PDF var da orada. Mən onu videoda demişim. Daha sonra deyin görün bu hansı təlim modelidir ki, bu təlim modelinə əsasən deyir müəllim dərs getsə, öyrənməyə şagird qalmayacaq. Roza işin, nədir onun adı? Birbaşa təlim. Roza Şahin'in prinsiplərindən söhbət gedir. Birbaşa təlim. Birbaşa təlimdə fəlsəfi fikirlər yadda qalıb. Bəli. Deyin görün. Hə, addımların deyilsin müəllim. Fəlsəfi fikirlər. Məsəl üçün, deyir ki, bütün şagirdlər öyrənə bilər. Addım öyrənməlidir mən. İkinci addımda da olma səfərimiz. Hissə öyrənməyin addım öyrənməyin. Sonra üçüncü addımda deyir ki, fəlsəfi fikirlər deyir. Haydi müəllim, orada fəlsəfi fikirlərdən var ki, deyir, bütün şagirdlər öyrənilə bilər.
Ondan əlavə olaraq deyir ki, birbaşa təlim əsasında dərs keçsəz, öyrənməyən şagird qalmayacaq. Hamısı şagirdlər öyrənmiş olacaq. Şagirdin təlim nəticəsi aşağı ola bilər. Birbaşa təlim əsasında dərs keçsəz, daha yüksək nəticə əldə etsin. Daha sonra deyir ki, təlimin bir hissəsi deyil, nə bilim, əvvəldən axıra qədər müəllim idi. Gözünüz həmişə sinifin üzərində olsun, baxın, gəzin, ərrənin, şagird, yəni öndə şagirdlərlə deyil də, bütün şagirdlərlə işləməyə bacarın deyir. Birbaşa təlimin prinsipləri, fəlsəfi baxışları bundan ibarətdir. Bir müəllimə yetəri qədər təlim metodları verin, təlim aid olan hər hansı bir resurslar verin ki, müəllim dərsi çatdıra bilsin şagirdlərə. Və s. Bunlar prinsiplərdir, yəni fəlsəfi baxışlardır. Rozeşayn prinsipləridir. Əvvəlki bilirdi, hissə-hissə öyrətməkdir, sual verməkdir, nümunə göstərməkdir, nə bilim, 10 dənə prinsipdir. Yəni bunlar artıq Rozeşayn adı ilə bağlı olan yanaşmalardır. Lakin fəlsəfi fikirlər dediyim zaman, məsələn, bütün şagirdlər öyrənilə bilir. Yəni, birbaşa təlim əsasında dərs keçildiyi zaman və s. Bir də bunları saymayayım. Daha sonra oyun elementləri hansındaydı? Oyun elementləri mənim oyunlaşmada. Hansı elementlərdir burada? Udmaq, uduzmaq, belə şeylər. Bəli. Daha sonra oyun əsaslı öyrənməklə oyunlaşdırma məqsədi nədən ibarətdir? Oyunlaşma, bir də var oyun əsaslı. Oyun əsaslı mənim deyən ki, səhnələşdirmə falan belə, məsələn, mövzuya uyğun səhnə qurursan, amma oyunlaşma belə deyək, oyun olur da, orada bir misalsın, necə deyim? Hər ikisinin məqsədi öyrətməkdir, lakin oyun əsasında öyrətməkdir. Bunların hər ikisinin məqsədində öyrətmək durur. Lakin oyun əsasında öyrətməkdən söhbət gedir. Daha sonra, mən layihə problem əsasından sizə sual verdim, getdim, gəldim. Bəli, deyəsən bir dənəsin verdiniz. Lap yaxın. Deməli, problem əsasında mövzunu kim seçir, layihədə kim seçir? Problemdə həm şagird, həm müəllim seçə bilər, amma layihədə şagird seçir. Lap yaxşı, sağ olun Aydın müəllim. Daha sonra digərlərdən Səmən müəllim siz qalmısınız, bir də Pərşan müəllim siz qalmısınız. Səmən müəllim, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Səmən müəllim, deməli, hamısıdır burada deyirdim ki, yəni sinxronluq xüsusiyyətidir, yoxsa asinxronluq xüsusiyyətidir. Deyirəm, eyni mövzu fərqli zamanlarda öyrənilir. Eyni mövzu fərqli zamanlarda öyrənilir. Asinxron. Evet. Canlı ünsiyyətə daha az yer verilir. Bu da asinxron. Daha sonra deyirəm, şagirdlərin bu tədris yanaşmasında, yəni adaptasiya olmasında çətinlik yarana bilər. Bu hər ikisinə aid olur əslində. Amma ən çox sinxronda. Yoxsa sinxronda. Baxın, təsəvvür edin ki, mən mövzunu atıram sizə. 1-3 gün sonra yeni bir mövzu göndərirəm. Daha sizdən heç bir sinxronda. Sinxrondan söhbət gedirdi. Daha sonra deyirəm ki, Wi-Fi xidmətləri, texnologiya güclü olmalıdır ki, problem yaranmasın. Sinxronda. Evet. Daha sonra deməli, hər kəs eyni anda qoşulmaya da bilər. Hər kəs eyni anda qoşulmaya da bilər. O sinxronda. Evet. Asinxron yoxsa sinxron? Hər kəs. Bu cür Sevinç müəllimə dərsdə yoxdur. Asinxron. Digər Sevinç müəllimə deyirəm. Bəli, bu asinxrona aid olacaq, yoxsa sinxron? Asinxron. Hər kəs deyirəm, eyni anda qoşulmaya bilər. Sinxron. Bugünkü dərsimizdə Sevinç müəllimə yoxdur. Mən onu özüm belə nümunə olaraq dedim ki, tutasınız. Yəni, hər kəs eyni anda dərsə qoşulmaya da bilər. Daxil olmaq üçün sakit bir yerə ehtiyac var desəm? Sakit. Asinxron. Sinxron yoxsa sinxron Sənan müəllim? Bax, deyirəm ki, hər kəs dərsə daxil olmaq üçün sakit bir yerə ehtiyac var. Hansında dərsə daxil oluruq? Sinxronda yoxsa sinxronda? Sinxronda.
Bəli, sinxrondan söhbət gedir. Məsələn, burada səs-küy olsa mən sizin dediyinizi eşitməyəcəm, yaxud mən dediyimi siz eşitməyəcəksiniz. Daha sonra müəllim və yoldaşları birbaşa ünsiyyət qurma imkanına malikdir. Asinxron. Sinxrondur ki, bu yoldaşlar arasında fikir mübadiləsi var. Daha sonra siz mənə deyin görüm, hibrid təhsil nədir? Hibrid təhsil. Hibrid. Nədir hibrid? Hibrid. Hibrid nədir? Hibrid belədir ki, həm onlayn qoşuluruq, həm də ki, məsələn, fiziki olaraq şagirdlər sinifdə olur. Qarışıq nədir bəs? Qarışıq qrup şəklində, yəni. Qarışıqda həm hibrid var, hibrid deyilmə, həm onlayn var, həm də ki, əyani hər hansısa bir sinifə yığılırlar. Buna görə də deyilir ki, bu qarışıqdır. Həm fiziki olaraq hər hansı bir məsələn, dərs günü təyin olunur, orada gedirlər, görüşülür. Həm də ki, onlayn olaraq müəllim həmin mövzu ilə əlaqədar platformalara müəyyən mövzular alır. Bu hansı təlim modelidir ki, bu təlim modelinə əsasən deyirik ki, şagirdlərin mövzunu daha dərindən düşünməsi üçün onların maraqlarını kəsb etməlidir. Maksimum bir aydan 6 aya qədər fəsiləni əhatə edir, yekun təqdimat olur, məhsul olmalıdır, işin qrafik təsviri var. Layihə. Evet. Təkliflər əsasında əsaslandırılmış problem həll etmədə məsələn hansı bir nüans qoyulur. Bu problemdir, yoxsa layihədə deyirəm, təkliflər əsasında həll olunur. Təkliflər əsasında Problemdədir, bu layihədədir. hər ikisində. Yox. Bax, dedik ki, birində məhsul var da, sonda yekun təqdimat var. Bunu dedik layihə. Birində var ki, baxın, deyirəm ki, kökü kəsilmiş ağaclar mövzusunu keçirəm. Şagirdlərə deyirəm ki, kökü kəsilmiş ağacların məsələn, qorunması üçün nə etmək olar? Belə bir problem sürürəm ortaya. Bəli. Onlar da məsələn, maksimum 2 dərs ərzində, bu dərs və yaxud gələn dərsə qədər bitirir bunu. Məsələn, deyir ki, hə, belə. Məsələn, hansı bir nüanslar vurğulaya bilir, yəni təkliflər irəli sürə bilir. Daha sonra nə qaldı sizdən soruşmadığım, hansı təlim modelidir ki, deyirəm, bu təlim modelinə əsasən müəllim dərs keçərsə, öyrənməyən şagird qalmayacaq. Bax, bayaqdan neçə dəfə demişəm sən. Hamıdan da axırda sizə sual verirəm ki. Sənan müəllim. Birbaşa təlim deyildimi? Daha sonra. Hansındaydı ilkin fərziyyələrin yoxlanılması? İlkin fərziyyələrin yoxlanılması. Aha. İlkin fərziyyələrin yoxlanılması hansındaydı?